Hər kəsə salamlar. Ardıcıllıq mövzusunda birinci testimizin izahına baxırıq. Deməli, birinci testimizdə bizə verilib ki, 3 ilə 5-in arasında hansısa bir əlaqə var, 5 ilə də 15-in arasında. Baxırıq görək, 3 ilə 5-i necə edib, məsələn, 3-dən 5 almaq olar. Deyək ki, üstəgəl 2 olsa, 3-ün üstünə 2 yazsaq 5 eləyər. Və bəs 5-dən 15-i necə alarıq? Təbii ki də 3-ə vurmaqla. Bəs 15-dən 17-yi necə alarıq? Üstünə 2 gəlməklə. Bəs 17-dən 51-i necə alarıq? Təbii ki, 3-ə vurmaqla. Deməli, burada hansı qayda var? Üstəgəl 2 vur 3 qaydası. Deməli, üstəgəl 2 vur 3 qaydası varsa, sonuncu yazdığımız vur 3-dür. Deməli, bu dəfə də üstünə 2 gələcək, sual işarəsini tapacaq. Deməli, bizim sonuncu ədədimiz 51 idi. 51-in üstünə də 2 gələcək, cavabımız olacaqdır 53. Cavab B bənd. Keçirik ikinci tapşırığımıza. İkinci tapşırığımızda bizə verilibdir 4-dən 18-ə, 18-dən 32-yə, sonra da 46-ya. Baxaq görək necə bir əlaqə olar. 4-lə 4-ü nə etsək 18 eləyir. Məsələn, ilk baxışdan deyə bilərik ki, 4-ü 4-ə vursaq, üzərinə 2 gəlsək. Bəs yaxşı, ikincidə bunu məsələn eləsək, düzgün cavab çıxarmır. 18-i vursaq məsələn 4-ə, üstünə gəlsək 2-sini görürük ki, alınmır. Çünki elə etsək 32 eləməz. Ona görə də 4 ilə 18-in arasında üstəgəl 14 qaydası var. Üstə 14 qaydası. 4-ün üstündən 14 gələndə eləyər cavabımız neçə? 18. İndi 18-in üzərində 14 gəlsək eləyər 32. 32-nin üstündən 14 gəlsək eləyər 46. Üstünə gəlsək 14, 46-nın 60 eləyər, 60-ın üstünə 14 gəlsək 74 və sonuncunda da 74-ün üstünə də 14 gələcək, tapacaq buradakı cavabımız 88. Cavabımız olacaqdır A bəndi. Keçirik üçüncü tapşırığımıza. Üçüncü tapşırığımızda biz baxırıq ki, burada belə bir fiqur verilibdir. Burada bu cür, burada bu cür. Birinci, buna sütun şəklində baxırıq. Sütun şəklində baxıq görək. 3 ilə 5-in arasında necə bir əlaqə olar? Üstdə 2 əlaqəsi vardır. Sonra 5 ilə də 10-un arasında vur 2 əlaqəsi var. 10 ilə 12-in arasında üstdə 2 və 12 də sual işarəsinin əlaqəsi olacaqdır. Məsələn, üstdə 2 vur 2 qaydasından gedir. Üstdə 2 vur 2, üstdə 2 bu dəfə də vuracaq 2-yə. Görəcəyik ki, 12-ni 2-yə vursaq eləyər cavabımız 24. Deməli, 24 eləyərsə bizim birincimiz olacaq 24. İndi baxırıq ki, sonra necə bir qayda var. Məsələn, deyək ki, ikinci fiqura baxırıq. 1-dən 8-ə, 8-dən 15-ə, 15-dən 22-yə qalxıb burada. İkincidə. Deməli, biz nə edərik burada? 1-in üstünə 7 gələrik, 8 eləyər, 8-in üstünə 7 gələrik, 15 eləyər. 15-in üstünə də 7 gələk 22, 22-in üstünə bəs 7 gəlsə, eləyər cavabımız 29. Deməli, ikinci olacaqdır 29. Üçüncüyə keçirik indi. Üçüncüyə keçəndə, buraları təmizləyək. Deməli, üçüncüyə keçəndə 19-dan 1-in çıxırsan 18, sonra 2-sini çıxırsan 18-dən 16, sonra da 16-dan 3-ün çıxırsan 13, 13-dən də 4-ün çıxarsan, cavabın olacaqdır. Deməli, neçə? 9. İndi burada cavabımız neçə olacaqdır? 24, 29 və cavabımız 9. Düzgün cavab variantımız olacaqdır D bəndi. 24, 29 və 9. Bu 3 dənə sual işarəsini tapdıq. Keçirik 4-cü tapşırığımıza. Baxın ki, 200-dən 100-ə gəlib, 100-dən 20-yə, 20-dən 10-a. Görürük ki, burada böyük bir azalma vardır. Yəni ki, çıxma ilə alınan bir şey deyil, bu mütləq ki, bölmə ilə alınacaq bir şeydir. Məsələn, 200-ü bölərik 2-yə 100 alarıq. Məsələn, 100-ü bölərik 5-ə, alarıq 20-ni. 20-ni bölərik yenə 2-yə, alarıq 10-u. Bu dəfə də 10-u bölərik neçəyə? 5-ə bölərik, alarıq burada sual işarəsindəki 2-ni. Məsəl üçün, düzgün cavabımız olacaq A bəndi. Burada da qaydamız olacaq böl 2, böl 5 qaydası. Və bu qayda olaraq təkrarlanacaq. Düzgün cavabımız olacaq A bəndi. Keçirik növbəti 5-ci tapşırığımıza. Və 5-ci tapşırıqda baxırıq ki, 7 ilə 8 arasında hansı əlaqə var? Üstdə 1 əlaqəsi var. 8 ilə 10 arasında üstdə 2 əlaqəsi var. Buradakı ədədimiz ya üstdə 3 olacaqdır, ya da ki, üstdə 1 olub yenidən təkrarlanacaqdır. Gəlin baxaq, indi buradan aşağıya düşək.
Buradan baxaq, bənövşəyilərdən tapaq, buranı tapacaq. 15 ilə 17-nin arasında üstü 2 əlaqəsi var. 17 ilə 19 arasında üstü 2 əlaqəsi var. Deməli, 15 ilə də bu sual işarəsinin üstü 2 əlaqəsi var idi. 15-dən də ikisini çıxırıq. Tapırıq ki, bu yuxarıdakı bənövşə yer 13-dür. Deməli, 13 isə üstə 1, üstə 2, üstə 3 qaydası var. Burada da üstə 3 qaydası var buradakı. Deməli, sual işarəsindəki ədədimiz yerində olacaqdı 13. Keçirik 6-cı tapşırığımıza. 6-cı tapşırığımızda bizə verilib ki, 2 üstə 4 6 eləyər. 6-nın üstünə 4 gəlsin 10 eləyər. İndi üstə 4 qaydasından gedirsən, mütləq ki, buradakı da üstə 4 qaydası olacaq. Hansı ki, bu dairə, bu biri dairələrin ardıdır. Gəlir, amma eyni zamanda içində 3 bucaq da var. Deməli, burada həm 3 bucaq, həm də dairə birləşiblər. Yəni, hər ikisi 14-dür cavabımız. Deməli, burada üstə 4 qaydasına gəlir. Bəs görək, burada bənövşəydə hansı qaydadır? 9-un üstünə 2 gəlirsən 11 eləyir. Məsəl üçün 11-in üstünə 3 gəlirsən 14 eləyir. 14-ün üstünə 4 gəlirsən 18 eləyir. 18-in üstünə 4 gəlirsən cavabın olur 22. Deməli, sual işarəsinin yerində hansı ədəd olacaq? 22. Cavabım B məndir. Keçirik növbəti 7-ci tapşırığımıza. 7-ci tapşırığımızda biz görürük ki, bizə belə bir deməli fiqur veriblər. Düz bucaqlı və 5-dən 25-ə qalxıblar. Birinci bu cür baxırıq. 5-dən 25-ə qalxırsan, üstə 20 qaydasından. Sonra 25-dən 13-ə düşüblər, çıx 12 qaydasından. Deməli, sonra 13-dən 33-ə qalxırsan, yenə üstə 20 qaydasından. Sonra da 33-dən də 21-ə düşürsən, çıx 12 qaydasından. Deməli, burada necə qaydası? Aşağıda eyni qayda olmalıdır. 21-dən neçəsini çıxanda 9 qalar, çıx 12. 12-nin üstünə 20 gələrsən, bu sual işarəsini tapasan. 12-nin, deməli, 9-un üstünə 20 gələrsən, bura 29 yazacaqsan. 29-dan, deməli, 12-sini çıxarsan, 17 alacaqsan. 17-nin üstündə 20 gələcəksən, 37 alacaqsan. Deməli, sual işarəsindəki ədədimiz olacaqdır 29. Üstə 20, çıx 12 qaydasından davam edir. Ardıcıllığın növbəti 8-ci tapşırığına baxırıq. Deməli, burada görürük ki, baxan kimi birincisi göy rəngdə belə bir fiqur var, bir də yaşıl rəngdə. Burada məlum məsələdir ki, hər ikisi fərqli olacaqdır. Məsəl üçün, silək buranı. Baxırıq ki, 3 ilə 6. Birinci yazaq bura, məsələn, üstdə 3 qaydası. Biz bilirik ki, 3-ü vuranda da 2, 6 eləyər. Üstünə 3 gələndə 6 eləyər. Görə hansı qayda olacaq? 6-nın üstünə də 4 gələndə 10 eləyər. İndi 10 ilə 20-nin arasında baxırıq ki, üstə gəl yazsaq alınmaz. Deməli, buradakı qayda hansı qaydaymış? Vur 2 qaydasıymış. Deməli, vururuq 2-yə 3-ü, eləyir 6. 6-nın üstünə 4 gəlirik, 10 eləyir 20. 10-u vururuq yenə 2-yə, eləyir 20. 20-nin üstünə 4 gəlirik, 24. Sonra vururuq 2-yə, 48. 48-nin üstünə 4 gəlirik, eləyir 52. Deməli, bu yaşıl olacaq üstə 4 qaydası. Bu bulut, göy rəngdə olan isə olacaqdır vur 2 qaydası. Vur 2 üstə 4. Düzgün cavabımız olacaqdır B bəndi. Növbəti 9-cu tapşırığa baxırıq. 5-dən 2-sini çıxanda 3 eləyir və 3-ü 2-yə vuranda 6 eləyir. Və 6-nın üstünə 3 gələndə 9 eləyir. Burada 3 yazırıq. Və 9-dan 2 çıxanda eləyir neçə? 7. Deməli, burada çıx 2, vur 2, üstə gəl 3 qaydası var. Və bu qaydanın davam edir. Məsələn, sonra 7-ni 2-yə vurur 14, sonra 14-ün üstünə 3 gəlir. Sonra 17-dən çıxır 2-sini 15 eləyir. Sonra 15-i vur 2, 30 eləyir. Və vur 2 qaydasından sonra da üstəcə də 3 qaydası. 30-un üstündən 3 gəlirsən, eləyir cavabın 33. Düzgün cavab variantımız olur A bəndi. Və 10-cu tapşırığımıza keçirik. 10-cu tapşırığımızda 1 var. Sonra 2-ci, 3-cü və 4-cü var. Sətirlərimiz baxaq görək. Biz hansı qaydadan istifadə edirik? Deməli, 30 ilə 25-də çıx 5 qaydası var. 25 ilə 21-in arasında çıx 4 qaydası var. 21 ilə 18-in arasında çıx 3 qədər fərq var. Deməli, çıx 5, çıx 4, çıx 3 qaydası. Görək digər, deməli, sətirlərə də bu 3 qayda, belə deyim, əməl edə bilərikmi 3 qaydanı? 48-dən çıxsaq 5-in 43-ü, 43-dən çıxsan 4-ün 39-u, 39-dan da çıxsan 3-ün 36-sı. Burada bu qaydamız tətbiq eləmək olur. Sonra 56-dan 5-in çıxsaq 51, 51-dən 4-ün çıxsan 47, 47-dən 3-ün çıxsan 44. Deməli, burada 4 dənə də sual işarəsində yerində yenə çıx 5, çıx 4, çıx 3 qaydası var. Gəlin, baxaq görək, harada çıx 5, çıx 4, çıx 3 qaydası var.
Deməli, baxırıq. 94-dən çıxsaq 5-in 89, 89-dan çıxsaq 4-ün 85, 85-dən də çıxsaq 3-ün 82. Düzgün cavabımız olacaqdı C bəndi. Çıx 5, çıx 4, çıx 3 qaydası burada tətbiq eləmək olur həmin qaydanı. Keçirik tapşırığımız 11-ə. 11-də baxırıq ki, belə bir ardıcıllıq var və arta-arta gedir. Görürük ki, çoxluca artım var. Yəni, bura 1 yazsaq, burada 1 ilə 1-in rəqəmlərinin cəmini toplasaq, bura 2 yazsaq, 2 ilə 1-in rəqəmlərinin cəmini toplasaq, yəni 21-də rəqəmlərin cəmini toplasaq, bura 3 olar. 1-i, 0-ı, 3-ü toplasaq, məsələn, 103 deyil, 1 üstə 0, üstə 3 kimi toplasaq olacaq burada 4. Sonra 2, 0, 3-ü toplasaq, 203 ədədində olacaqdır rəqəmlərin cəmi 5. Yəni, burada rəqəmlərin cəmi baxırıq ki, 1, 2, 3, 4, 5. Burada deməli 6 olacaq rəqəmlərin cəmi. Baxıram, burada 4-ün üstünə 0, üstünə 3 gələndə eləyir 7. Bu bizə olmaz, bizə 6 lazımdır. 1-in üstünə 1, üstünə 1 gələndə B bəndində 3 eləyir. Bu da bizə lazım deyil. D bəndində 2-in üstünə 1, 3, 3-ün üstündə 5, 8 eləyir. Bu da bizə lazım deyil. Bizə rəqəmlərin cəmi 6 lazımdır. A variantda bizim düzgün cavabımızdır. Keçirik növbəti tapşırığımıza. Növbəti tapşırığımız olacaq 12. 12-ci tapşırığımıza görə biz birinci buradan sütun şəklində baxacağıq. Biz deməli buradan sütun şəklində baxacağıq. Sonra da sütun şəklində belə baxacağıq. Deməli, baxaq görək birinci qaydada necə olar? Birincində 150-dən çıxarsan 100-ün 50-si qalar. Sonra 50-nin üstünə də 50 gələrsən eləyər 100. Deməli, çıx 100 üstə 50. İndi sonra 100-dən də 100-ün çıxarsan, qalar 0, 0-ın üstünə də 50 gələrsən, eləyər 50. Deməli, birinci sual işarəmizin yerində 50 olacaq. Baxırıq ki, həm C bəndində, həm də D bəndində 50 var. Yaxşı, gələk ikinci sütunumuza baxaq ki, burada necə bir ardıcıllıq var. 200-dən 160-a necə gəlibdir? Çıx 40 qaydasından gəlibdir. 160-dan da 210-a gəlibdir, üstə 50 qaydasından. Burada çıx 40, üstə 50 qaydası tətbiq olunur. 210-dan 170-ə necə gəlibdir? Yenə çıx 40 qaydasından. Bu dəfə də üstə 50 qaydasından gedəcək. 170-in üstünə də 50 gələndə olacaqdır 220. Sual işarəsinin yerində olacaq 220. 50 və 220. Düzgün cavab variantımız olacaq C bəndi. Keçirik 13-cü tapşırığımıza. 13-cü tapşırıqda biz belə baxırıq. Bir belə baxacaq, bir də belə baxacaq. Birinci çəhrayı rənglərdən başlayırıq. 6-ın üstünə 11, 6 ilə 11-in arasında üstə 5 qaydası var. 11 ilə 16 arasında üstə 5 qaydası var. Deməli, bu yaşılla da bu çəhrayın arasında üstə 5 qaydası var. 16-nın üstünə 5 gəlsək neçə eləyər? 21 eləyər. Elə deyil. Bəs 21, 3 vuraq neçənin hasilidir ki, cavabı 21 eləsin. O zaman biz 21-i bölərik buradakı 3-ə. Cavabı taparıq ki, ayımız neçə olar? Ayımız 7 olacaqdır. Ayımız 7, 3-ü vursan 7-yə 21 edir. Burada 21 olacaqdır. Ayımız burada 7-dir. Bizdən nəyi soruşur indi? Bizdən elə ay soruşur yəqin ki, elə ayımız da olacaqdır 7, cavab C bəndi. Burada 13-ün üstünə 4 gəlirsən, 17-nin üstünə 4 gəlirsən, onu da eləyəcək elə 21. Elə ona görə də 3 vuranı da 7, 21 eləyər. Düzgün cavab variantı olar C bəndi. 14-cü suala baxırıq. 10-dan çıxıblar 1-in 9, 9-un üstünə 3 gəliblər 12, 12-dən çıxıblar 1-in 11. Sonra, indi burada çıx 1, üstə 3 qaydası, çıx 1, üstə də 3 qaydası var. 11-in üstünə də 3 gələndə neçə eləyəcək? 14 eləyəcək. Yəni 7-ni vurublar aya, bərabər olacaqdı 14-ə. İndi, elə bil ki, 7-ni baxın, vurublar aya, bərabər olubdu 14-ə. İndi biz də 7-ni vuranda aya 14 eləmir. İndi 7-ni neçəyə vursan 14-yə tapmaq üçün 14-ü bölürsünüz. 7-yə ayımız olacaqdı 2. Ayımız 2 olacaqdı. Bizdən də ay soruşur ilə onsuz. Cavabımız da B bəndi 2-dir. Keçirik 15-ci tapşırığımızda. 15-ci tapşırıqda bizə deməli verilibdir ki, 6, 3, 9, 6, 18. Yenə də 6-dan birinci çıxaq 3-ün. Qalsın 3. Amma bu böləndə 2-yə də 3 eləyir. Baxaq görək indi çıx 3-dür, yoxsa bölü 2-dir. 6-dan 3-ün çıxdıq, 3 elədi. Sonra da 3-ü vururuq 3-ə, eləyir 9. 9-dan çıxırıq 3-ün, eləyir 6. 6-nı da 3-ə vururuq 18. İndi çıx 3, vur 3. Çıx 3, vur 3. İndi də çıxaq 3-ün növbəsidir. 18-dən 3-ünü çıxırsan, cavabın olacaq 15. Cavab variantı olacaq D bəndi. Deməli, burada qaydamız çıx 3, vur 3 qaydası idi. Çıx 3 və vur 3 qaydası. Hər bir ardıcıllıqda müəyyən bir qaydalar olur. Həmin qaydaların da
misallarımızın cavabını həll edirik. Hələlik dərsimiz bu qədər.